Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibə verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə özəl müsahibə buraxılışını biraz fərqli hisslərlə, qürurlu hisslərlə təqdim edirik. Niyə? Çünki o, bu dəfə Qarabağdan, Xankəndindən yayımlanır və mövzumuz da elə 2025-ci ilin 23 dekabrında cənab Prezident İlham Əliyevin açılışını etdiyi Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi haqqında olacaq. Ümumiyyətlə, fakültənin gələcək hədəflərini müzakirə edəcəyik. Özəl müsahibənin özəl qonağı isə Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin dekanı Kamran Məlikovdur. Kamran müəllim, xoş gördünüz. Dəvət üçün minnətdarlıq bildirirəm sizə. Çox təşəkkür edirik. Mən sizin biraz bioqrafiyanızı araşdırdım və Böyük Britaniyada çalışdığınızı oxudum. Siz Böyük Britaniyada 10 ildən artıqdır ki, çalışırdınız və necə oldu ki, Qarabağda çalışmaq qərarını verdiniz? Çox sağ olun. Həqiqətən çox mənim üçün də bir mənalı sualdır. Mən həqiqətən İngiltərədə 10 ildən artıq ali məktəb səviyyəsində çalışmışam, higher education sistemində və fikirləşirəm ki, bu uzun müddətdə qəbul universitetlərində təhsilin necə təşkil edilməsində, müasir tədqiqatın necə aparılmasında kifayət qədər zəngin təcrübəyə malikəm və elə oldu ki, Qarabağ Universiteti cənab prezident tərəfindən yaradıldı və mən də fikirləşdim ki, burada universitetin adında Qarabağ sözü var və eyni zamanda da burada müasir universitet yaradılacaq və bu iki əsas səbəbə görə həm Qarabağ adının olması, həm də burada müasir universitetin yaradılması məndə xüsusi motivasiya yaratdı ki, mən də artıq 10 ildən artıqdır Böyük Britaniya Universitetində əldə etdiyim təcrübəni artıq qayıdım öz doğma ölkəmdə və Qarabağ Universitetində Biznes və İqtisadiyyat Fakültəsinin inkişaf etməsində öz töhfəmi verim və müasir universitetin yaradılmasına mən də öz contribution, yəni öz köməyimi edim və bu səbəbdən fikirləşirəm ki, mənim üçün çox vacib qərarlardan birini verdim və Qarabağ Universitetinə qayıtdım və hal-hazırda burada işləməkdən çox məmnunam. Artıq bizim fakültənin 1.5 yaşı var. Keçən ildən fəaliyyətə başlayıb. Keçən il biz fakültədə ilkin olaraq tələbələrimizə ingilis dili və qeyri-ixtisas fənləri öyrətmişik və bu ildən başlayaraq artıq biz ixtisas fənlərini tədris etməyə başlamışıq. Hal-hazırda fakültəmizdə 505 tələbə təhsil alır və 20-yə yaxın professor müəllim heyəti fəaliyyət göstərir. Belə başa düşdüm ki, tədris Azərbaycan və ingilis dillərində aparılır. Bəli, bizdə tədris ingilis dilində aparılır və ilk ildə biz tələbələrimizə ingilis dili öyrədirik intensiv şəkildə. Həm intensiv ingilis dili, həm practical English bunları biz öyrədirik və ikinci ildən başlayaraq ixtisaslardan asılı olaraq bəzi hallarda bütün fənlər ingilis dilində keçirilir, bəzi hallarda isə 2 fən, yəni 3 fən ingilis dilində həyata keçirilir. Növbəti tədris ili üçün biz qərarlaşdırmışıq ki, bəzi ixtisaslarımız ingilis dilində tədris ediləcək və abituriyentlər artıq biləcəklər ki, hansı ixtisaslar ingilis dilindədir, hansıları Azərbaycan dilindədir. Məsələn, bizdə hal-hazırda maliyyə ixtisası, biznesin idarə edilməsi ixtisası, mühasibat ixtisası, iqtisadiyyat ixtisasları, bunlar ingilis dilində tədris edilməsi planlaşdırılır növbəti tədris ilində də və bizdə bəzi ixtisaslarımız var, məsələn, dövlət və bələdiyyənin idarə edilməsidir, menecment ixtisaslarıdır. Bunlar isə Azərbaycan dilində tədris ediləcək. Yəni, bizdə həm Azərbaycan dilində ixtisaslarımız var, həm ingilis dilində var. Təbii olaraq bəzi tələbələr ingilis dilində tədris almaq istəyirlərsə, bizim ixtisasları seçə bilərlər və biz onlara bu mesajı ötürmək istəyirik ki, təbii olaraq ki, onlar ingilis dilini biz tələb edəndik ki, yaxşı səviyyədə bilməlidirlər və onlar bilməsələr də o bizim üçün yəni ciddi bir problem deyil, çünki biz ilk ildə onlara ingilis dili öyrədəcəyik intensiv şəkildə. Artıq 12 ay olar ingilis öyrədikdən sonra ikinci ildən başlayaraq ingilis dilində tədris veriləcək. Bu ingilis dili belə deyək də tədrisi imtahan proseslərinə də şamil olunur? Bəli, bəli. Əgər fən ingilis dilində tədris edilibsə, onun imtahanında ingilis dilində həyata keçirilir. Yəni tələbə imtahan suallarının cavablarını ingilis dilində verməlidir. Hal-hazırda bizdə qeyd etdiyim kimi hansı fənlər ki, ingilis tədris edilir, orada imtahanlar da ingilis dilində həyata keçirilir, ancaq bəzi fənlər isə Azərbaycan tədris edilir, orada imtahanlar Azərbaycan dilində aparılır. Yəni tələbələr imtahan vərəqələrində Azərbaycan dilində suallara cavablayırlar. Çox gözəl. Kamran müəllim, İngiltərədə tələbələrə biznesi necə öyrədirlər ki, onlar baxın universiteti bitirən kimi iş tapa bilirlər. Yəni biz Qarabağ Universitetində daha dəqiq desək sizin fakültənizdə, sizin fakültənizdə siz İngiltərə sistemini qura biləcəksinizmi və yaxud da bəlkə də qurmusunuz? Ümumiyyətlə rəqəmlərlə danışan iqtisadçılar yetişdirə biləcəyikmi? Yoxsa yolumuz uzundur? Bu çox həqiqətən çox məntiqli və çox əla bir sualdır, hansı ki bizi çox düşündürür. Mən artıq 4 ay yaxındır fakültədə fəaliyyət göstərirəm.
çox düzgün vurguladınız ki, İngiltərədə həqiqətən tədris proqramları elə tərtib edilib ki, orada tələbələrimiz biznes və ekonomik sahələr üzrə bitirdikdə onların işə girmək qabiliyyətləri, yəni employability skillsləri kifayət qədər yuxarıdır, yəni onlar asanlıqla iş tapa bilirlər. Bunun əsas burada yanaşma ondan ibarətdir ki, tədris planları elə qurulub ki, onlar əmək bazarının tələblərinə cavab verir. Və eyni zamanda orada biz tələbələri İngiltərədə elə qiymətləndiririk ki, onlar biz müxtəlif skillslərini, yəni bacarıqlarını inkişaf elətdiririk, hansı ki, əmək bazarında çox vacibdir. Və hal-hazırda bizim də universitetimiz bildiyiniz kimi çox yenidir və ona görə də biz bu müasir standartları da öz fakültələrimizə gətirmək istəyirik. Artıq müəyyən işlər başlanılıb və biz bunları davam etdirmək istəyirik ki, həqiqətən bizim də tələbələrimiz əmək bazarında, ilk öncə Azərbaycan əmək bazarında və daha sonra isə beynəlxalq əmək bazarında da rəqabət apara biləcək səviyyəyə gəlsinlər və buna görə də biz bəzi hallarda proqramlarımıza yenidən də baxırıq, onları daha da müasirləşdirdik ki, tələbələrimizi elə öyrədək ki, onlar müasir əmək bazarının tələblərinə tam cavab verə bilsinlər və əsas da siz həm də vurğuladınız ki, məsələn, qərb universitetlərində əgər tələbə biznes iqtisadi sahəsində çalışır, oxuyurlarsa da biz onların analitik qabiliyyətlərini və critical thinkinglərini artırmalıyıq və bu əmək bazarından tələb edir. Biz isə öz fakültəmizdən bunu daha da sürətləndirmək istəyirik ki, bizim tələbələrimiz də təkcə nəzəri bilikləri yox, eyni zamanda onlar kritik yanaşmaları bilsinlər və analitik qabiliyyətləri artsınlar ki, məsələn, big data-ilə işləyəndə orada rəqəmlərə əsaslanaraq qərar versinlər, nəinki nəzəriyyə. Çünki rəqəmlərə əsaslanaraq qərar verdikdə o daha rational və daha dolğun olur və yekunda onlar işlədiyi müəssisəyə daha müsbət dərəcədə value add edirlər. Belə başa düşdüm ki, yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq fakültənin prioritetləri sırasındadır. Bəli, biz istəyirik ki, hal-hazırda tələbələrimiz 3-cü kursu bitirəndə onlar yay aylarında, iyul və avqust aylarında yerli və xarici şirkətlərdə internship keçsinlər. Internship keçmələri isə əsas iki müsbət təsiri olacaq tələbəyə. Birinci ildə biz onlara çox hallarda əsas ingilis öyrədirik. İkinci ildə biz onlara ixtisas fənləri introductory level, yəni giriş səviyyəsində öyrədirik. Üçüncü ildə isə artıq intermediate, yəni daha orta səviyyədə biz onlara biliklər veririk. Artıq tələbənin giriş və orta bilikləri olduqdan sonra artıq biz onlara sahəyə buraxmalıyıq ki, 3-cü ili qurtaranda artıq onlar nəzəri biliklərini praktikaya apply edə bilsinlər. Və buna görə də biz artıq başlamışıq əsas xarici şirkətlərlə əlaqə yaratmağa. Məsələn üçün, bilirsiniz ki, maliyyə mühasibət sahəsində əsas bizdə dünyada Big Four deyilən audit şirkətləri var. Məsələn, PwC, Deloitte, bunlarla biz ilkin danışıqlara başlamışıq. İstəyirik ki, tələbələrimiz müəyyən şərtləri, təbii ki, o şirkətlərin müəyyən tələbləri var. Onları ödənikdə orada 6 həftəliyə, 2 aylıq internship keçsinlər. Və bu da tələbələrimizin həqiqətən əldə etdiyi nəzəri bilikləri, praktik necə işlədiyini görəcək. Eyni zamanda internship onlar edəndə orada onların imkanı olacaq ki, özlərini müəssisənin rəhbərliyinə göstərə bilsinlər və müəssisənin rəhbərliyi də onlardan razı qalsalar, göstərər ki, bunlar həqiqətən müasir tələblərə cavab verirsə, məsələn, critical yanaşması varsa, analitik qabiliyyəti yaxşıdırsa və responsible adam, məsuliyyətli adamdırsa və bacarıqlıdırsa da artıq onlar 4-cü kursu qutarana yaxın artıq həmin şirkətdən job offer, yəni paid, yəni ödənişli job offer ala bilərlər. Fikirləşirik ki, bu bizim tələbələrimiz üçün çox əhəmiyyətlidir və biz 3-cü kursdan bütün tələbələrimizi beynəlxalq və yerli şirkətlərə göndərmək istəyirik ki, onlar orada təcrübə praktikası keçsinlər. Kamran müəllim, baxın, çox gözəl vurğulayırsınız ki, tələbələrimizin xaricə çıxışı olacaq, müəyyən belə deyək, müəssisələrdə təcrübə keçəcəklər. Yaxşı, bir sual verim sizə. Tələbələr, yəni düşüncəniz mənə maraqlıdır, əmək bazarında necə iş tapmaqda çətinlik çəkməyəcəklər ki? Mən fikirləşirəm ki, hal-hazırda biz istədiyimiz səviyyədə tədris həyata keçirə bilsək, hansı ki, biz artıq başlamışıq buna və bizim tələbələrimiz əmək bazarında ilk öncə Azərbaycan əmək bazarında fərqlənəcəklər. Məsəl üçün, işə götürənlər istəyirik ki, onlar da belə bir fikir formalaşdırın ki, Qarabağ Universitetində, məsələn, biznes iqtisad fakültəsini qutaran tələbələr, onlar daha fərqlidirlər və onları artıq bir yerə işə müraciət edəndə onlar istəyirik ki, artıq ilkin variantda, ilkin hissədə işə götürənlər onlar haqqında müsbət fikirləşsinlər. Bunu da həyata keçirmək üçün biz artıq işlərə başlamışıq ki, proqramlarımızda dəyişiklik etmişik. Ora, məsəl üçün, maliyyə proqramımızda biz data analytics hissəsini daxil etmişik. İstəyirik ki, tələbələrimizə Python statistika softverəsini və yaxud Stata böyük rəqəmlərlə işləmələri öyrədək. Məsəl üçün, mühasibat ixtisasında biz
proqramımızı ilə qurmuşuq ki, o ACCA beynəlxalq mühasibat maliyyə akkreditasiyasına uyğundur və biz ilkin növbədə ACCA tərəfindən akkreditasiya edilmişik və artıq biz növbəti mərhələdə financial reporting və taxation üzrə çalışırıq ki, o iki exam paper üçün də exemption alaq. Yəni bu sahədə işlərimiz davam edir və həqiqətən istəyirik ki, bizim fakültəni qutaran tələbələr əmək bazarında fərqli olsunlar və artıq işə götürənlər də onu işə götürəndə çox sevinsinlər ki, həqiqətən bu fakültəni qutaran tələbələr həqiqətən biz götürdüyümüz şirkətə müsbət dərəcədə value add edirlər. Yəni orada sadəcə onlar klassik dövrdə məsəl deyək ki, mühasibatlıq sahəsində işə giribsə, sadəcə orada oturub bookkeeping işlə məşğul olmurlar. Məsələn, deyək ki, orada məsələn əmək haqqını sistemə daxil etmək deyil, eyni zamanda müsbət mənada məsləhətlər verirlər şirkətə. Məsəl üçün şirkət iki produkt yox, başqa bir produkt da istehsal etsə, məsəl üçün onun kostu aşağı, xərcləri aşağı düşə bilər, daha çox profit əldə edə bilər və yaxud bu sahədən başqa sahəyə daxil olsaq daha çox gəlir əldə etmək olar. Biz istəyirik ki, tələbələrimizin analitik qabiliyyəti artsın ki, onlar təkcə minimum yox, maksimum şəkildə şirkətlərinə müsbət tövsiyə versinlər ki, şirkətlər daha da onlar genişlənsin və daha mənfəətli olsunlar. Qarabağ Universitetində yaxın gələcəkdə elə sizin fakültəni nümunə götürək, milyonluq startap çıxa bilərmi? Yəni bizdə ümumiyyətlə o potensial varmı? İlk öncə mən bildirmək istəyirəm ki, artıq bizim fakültədə bununla bağlı kifayət qədər işlər görülüb və bizim tələbələrimiz düzdür, unicornla həll olmayıb, ancaq kiçik miqdarda 10-15 min, 20 manatlıq startaplarda qaliblər olublar və bununla bağlı da bizdə fakültə ilk yaranan gündən bir neçə klublar fəaliyyət göstərir. Məsələn, sahibkarlıq klubu, iqtisadçılar klubu və orada biz mentorluq proqramı da qurmuşuq ki, hansı tələbələrin startaplara onların marağı varsa, biz orada xüsusi müəllimlərimiz var, onlar mentorluq edirlər və tələbələrə kömək edirlər ki, startaplara müraciət etsinlər və qalib gəlsinlər. Mən fikirləşirəm ki, biz yaxşı ekosistem qura bilsək və tələbələrin təkcə nəzəri bilikləri yox, həm real problem solving işlərini onlara öyrədə bilsək və eyni zamanda onların kritik yanaşmalarını və eyni zamanda analitik qabiliyyətlərini, big data ilə rəqəmlə işləmələrini öyrədə bilsək, onlar müasir və real iqtisadiyyatda və biznesdə olan problemləri görə bilərlər və təkliflər irəli sürə bilərlər və startaplarda daha çox iri miqdarlı startaplara müraciət edə bilərlər və qalibləri görə bilərlər. Ümidvaram ki, yaxın gələcəkdə biz buna nail olarıq. Ümumiyyətlə Azərbaycanda, yəni ölkəmizdə götürək ki, bax bu sahədə mühasibatlıq olsun, maliyyə olsun fərq etmir. Kadr hazırlığında hansı boşluqlar var? Ümumiyyətlə, məsələn, necə aradan qaldıra bilərik bu boşluqları? Həqiqətən, bu maliyyə mühasibatlıq sahəsində əsasən biz vurğulasaq və yaxud digər, məsələn, menecment sahəsində, biznes, beynəlxalq ticarət sahələrində mənim ilk əldə etdiyim müşahidələr onu göstərir ki, hələ də bir çox hallarda tələbələrə daha çox nəzəri biliklər verilir. Ancaq biz tələbələrə nəzəri bilikləri verməkdən sonra isə biz onlara həm də onu öyrətməliyik ki, onlar nəzəri biliklərini praktikada, real iqtisadiyyatda, real biznesdə necə tətbiq edə bilərlər. Fikirləşirəm ki, bu sahədə hələ də problemlər var və biz biznes və iqtisadiyyat fakültəsi olaraq çalışırıq ki, tələbələrə nəzəri bilikləri öyrədikdən sonra onlara biz real biznes sahələrindən case study'lər verək və onları görək ki, onlar əldə etdikləri nəzəri bilikləri real biznes problemlərində və iqtisadi qərarlarda tətbiq edə bilirlərmi? Məsələn, onlar bunları edə bilirlərsə, artıq onlar işə başlayanda onların işə götürənləri görəcəklər ki, həqiqətən bu tələbələr təkcə nəzəri bilikləri deyil, real problemlərlə üzləşdikdə onları aradan qaldıra bilirlər və yaxud ən azından fikir irəli sürə bilirlər, recommendation verə bilirlər. Bu bir problem. İkinci problem, fikirləşirəm ki, bəzi hallarda tədris proqramları hələ də çox updated deyil, yəni müasirləşmir. Çünki bizim sahələrdə sürətli dəyişikliklər baş verir. Məsəl üçün, indi süni intellekt, rəqəmsallaşma, bunlar artıq biznes və iqtisad sahələrində çox sürətlə daxil olub və fikirləşirəm ki, ona görə də yeni fənlər emerge olur, yəni peyda olması labüdləşir. Məsələn, digital finance, digital accounting, artificial intelligence-in account sahəsində istifadə edilməsi, yəni mühasibə sahəsində və yaxud maliyyə sahəsində. Yəni biz ona görə bu dəyişikliyə uyğun olaraq tədris proqramlarımızı dəyişməliyik ki, tələbələrə müasir fənlərdə keçək ki, onları bilsinlər və sonra işləyəndə onları tətbiq edə bilsinlər.
Başqa bir problem isə ondadır ki, məsələn, bizdə tələbələr deyək ki, mühasibat çox dərsi keçirik. Məsələn, onlar hər hansı bir deyək ki, rationu, yəni məsələn, return on assets, hansı ki, müəssisənin qoyduğu kapitala nisbətən gəlirlərinin faizini hesablayırlar. Ancaq o rəqəmin mənasını bilmirlər ki, məsələn, deyək ki, 4% tapdırlar. Çox hallarda bilmirlər ki, 4% nə deməkdir. Ancaq real iş yerinə gəldikdə isə orada təkcə çox hallarda artıq bu hesablamalar artıq otomatik şəkildə həyata keçirilir və biz artıq istəyirik ki, təkcə hesablamanı deyil və eyni zamanda aldıqları rəqəmlərin mənalarını bilsinlər ki, bu məsələn 4% nə deməkdir, 5% nə deməkdir və ondan başqa da məsəl üçün deyək ki, biz artıq mühasibatçı bir sahəyə işçi götürmüşük və yenə də o minimum işləri görür. Ancaq müasir dövrdə isə tələb olunur ki, artıq məsələn, mühasibat sahəsində çalışanlar da çəkdə hesablama işlərini deyil, şirkətlərə məsləhətlər edilsinlər ki, məsələn, artıq biz A məhsulunu deyil, B məhsulunu istehsal etməliyik və yaxud B məhsulunun miqdarını artırmalıyıq, C məhsulunu azaltmalıyıq. Bu rekomendasiyalar da verilməlidir. Bunlar üçün də fikirləşirəm ki, tələbələrimizə biz analitik və critical thinklərini artırmalıyıq ki, onlar da bu xüsusi bacarıqlar olsun ki, onlar müəssisəyə müsbət tövsiyələrini verə bilsinlər. Ona görə də biz öz proqramlarımızı hal-hazırda yenilirik və xarici universitetlərlə əlaqə saxlayırıq ki, onların proqramları necədir. Biz də istəyirik ki, həqiqətən tam müasir şəkildə olsun ki, biz fənlərimizə klassik, tələbələrimizə klassik fənlərlə yanaşı müasir fənlər də keçək ki, artıq onlar əmək bazarının tələblərinə tam cavab verə bilsinlər. Belə başa düşdüm ki, biz tələbələrimizi işə götürənlərin istəklərini nəzərə alaraq hazırlaşdırırıq, yetişdiririk, yoxsa necə? Bəli, mən fikirləşirəm ki, biz əmək bazarındakı, məsələn, deyək ki, əmək bazarında müasir dövrdə maliyyətçinin necə olmasını, necə onlar istədiyini biz nəzərə almalıyıq. Və buna uyğun olaraq da biz kadr yetişdirməliyik ki, onların tələblərinə bir cavab verək. Çox üzr istəyirəm, buradan bir sualım da olacaq. Tələbənin istəyi burada necə, nə dərəcədə nəzərə alınır? Tələbə istəyi də bu haldadır ki, tələbələr də bu müasir dəyişiklikləri görürlər ki, məsəl üçün, indi artıq süni intellekt dövrüdür və rəqəmsallaşma dövrüdür. Artıq onlar da çox hallarda, məsələn, mən yadımdadır ki, mən yeni fəaliyyətə başlayanda, məsələn, maliyyə tələbəsi bir də mənə soruşdu ki, biz rəqəmsallaşma bağlı hər hansı bir fənimizə keçiriləcək. Artıq mən fikirləşirəm ki, bizim müasir tələbələrimiz də bu yenilikləri çox sürətli görürlər və onlar da artıq bizdən tələb edirlər ki, məsələn, əmək bazarında müəyyən şirkətlər arasında eşidirlər ki, bu tələb edilir, siz bizi bunu edəcəksiniz. Məsələn, hal-hazırda maliyyə və iqtisadiyyat sahəsində Python statistika software çox əhəmiyyətlidir və artıq yüksək bal toplayan tələbələr istəyirlər ki, onu öyrənsinlər. Biz indi çalışırıq ki, yeni tədris ilindən maliyyə və iqtisadiyyat ixtisaslarımızda tələbələrimizə Python proqramını öyrədək ki, onlar bu proqramı bilsinlər ki, və sonra işləyəndə orada big data ilə işləməyi və müəssisənin data analizlərin həyata keçirilməsində müəssisələrinə köməklik edə bilsinlər. Belə baxıram ki, fakültənizdə yeniliklər çoxdur və sizi digər universitetlərdən fərqləndirən əsas özəllik nədir? Fikirləşirəm ki, ən azından mən 10 ildən artıq Qərb Universitetində işlədiyimə görə oradakı universitetlər hamıya məlum olduğu kimi daha çox tələbə mərkəzli universitetlərdir. Mən də bura ilk fəaliyyətimə başlandığım gündən çalışıram ki, fakültəmiz tələbə mərkəzli olsun. Yəni, student centered, student led tipli fakültə olsun. Və bununla bağlı da, məsələ, əsas yanaşmalardan biri odur ki, tələbələrin fikirləri bizim üçün çox əhəmiyyətlidir. Yəni, məsələ, Qərb universitetlərində, ən azı mən işlədiyim universitetlərdə, məsələn, South Universitetində, məsələn, deyək ki, tədris prosesi 12 həftə davam edir və artıq 4-cü həftədə müəllim 4 dəfə auditoriya girdi, artıq 4-cü, 5-ci həftədə ilkin qiymətləndirmə aparılır. Artıq buna biz deyirik midterm module evaluation. Fənnin ilkin qiymətləndirilməsi 4-cü, 5-ci həftədə. Ki, biz deyirik ki, anonim şəkildə tələbələr hər bir keçdiyi fənni qiymətləndirsinlər ki, görək müəllimin dərs keçirinə necə razıdırlar, hansı təklifləri var. Ki, çünki 4 həftə bitdi, yəni yerdə 8-9 həftə var. İndi bizdə 15 həftədir, məsələn, Azərbaycan təhsil sistemində. Artıq mən bu semestr 5-ci həftədə midterm module evaluation etdik və tələbələrdən ilkin məlumatı almaq istədik ki, yaxşı, artıq müəllim 4 həftəsə dərs keçir. Bizə bildirin ki, siz nəyə bəyənirsiniz, nəyə bəyənmirsiniz və bəyənmədiyiniz sahədə biz müəllimlə danışaq və o bəyənməyən sahəni biz actionlar götürək ki, onlar aradan qalxsın ki, student satisfaction, yəni tələbənin məmnuniyyəti qalxsın. Ola bilər ki, müəllim dərsi çox nəzəri keçir
və müasir qəlb yanaşmada biz istəmirik ki, tələbəyə bunu bizə 15-ci həftə desin, artıq 15-ci həftə gecdir. Yəni onu biz bilsək də bir şey elə bilmirik. Bu artıq genel üçün nəsə edə bilərik. Ancaq biz bunu ilkin vaxtlarda desək, məsələn 4-cü, 5-ci həftədə etsək ki, məsələn müəllim daha çox nəzərə keçir. Tələbə o bizə siqnal verəndə artıq biz müəllimlə görüşürük və bildiririk ki, tələbələrimiz istəyir ki, siz onu daha çox praktik keçəsiniz. Xahiş edirik qalan 9-10 həftədə daha çox praktik elə gedək, daha çox case study-dən istifadə edək ki, tələbələrin analitik qabiliyyətləri, critical thinking-ləri artır. Bu bir məsələ yenilikdir ki, biz fikirləşirik ki, bu çox əhəmiyyətlidir ki, tələbələrdən biz ilkin siqnalları alaq və o aldığımız siqnallara uyğun olaraq dəyişikliklər edək ki, tələbələrimizin bizdən razılıq dərəcələri artsın yuxarı, həm də daha keyfiyyətli tədris verək. Müasir əmək bazarında tələbənin bir növ bacarıqlarını inkişaf etdirməsi istəmirlər. Onlar istəyirlər ki, onların müxtəlif bacarıqları olsun. Bunları da biz nail olmaq üçün biz müxtəlif qiymətləndirmə metodlarından istifadə etməliyik ki, tələbəni hər tərəfli yetişdirək. Məsələn, written exam yazılı imtahan tələbənin verilmiş 1 saat ərzində hansısa bir problemin necə dərəcədə cavab verəcəyini göstərir. Ancaq başqa bir şey biz istəyirik ki, istifadə edirik, məsələn, presentation. Hansı ki, o imkan verir ki, tələbənin şifahi danışıq, oral communication-ını, danışığını gücləndirsin. Müasir cəlsələrdə biraz danışıqda həqiqətən biraz problem var. Ona görə bu presentation olması da biz fikirləşirik ki, onların danışıq qabiliyyətlərini artırır. Həm Azərbaycan dilində, həm ingilis dilində. Hansı ki, sabah onlar job interview gedəndə artıq orada daha confident şəkildə verilən suallara cavab verirlər. Bu, onların employability skills-ini, yəni işə girmək bacarıqlarını və ehtimalını artırır. Başqa biri isə müasir dövrdə əmək bazarında tələb var ki, onların kadrlar, onlar kritik düşüncəyə malik olsunlar. Bunu etmək üçün isə biz onlara eseylər verməliyik. Bu eseylər qəlb ölçülərində çox böyük dərəcədə istifadə edilir. Artıq biz bunu növbəti semestrdə öz fənlərimizdə istifadə etmək istəyirik ki, tələbələrimiz critical essay based kurs işlərini yaza bilsinlər. Məsələn, deyək ki, məsələn COVID-19 məsələn bunun Azərbaycan iqtisadiyyatına kritikli analiz edin ki, necə təsir edib. Artıq biz bunu tələbəyə veririk, tələbə gedib research edir və bizə kritik şəkildə bildirir ki, bu necə təsir edib. Yəni artıq bunlar real bir problemdir və biz bunları tələbəyə etdikcə tələbənin kritik yanaşmaları artır və bu da gələcəkdə şirkətdə işləyəndə təkcə o əsas basic işləri deyil, kritik yanaşma ilə müəssisənin CEO-suna və yaxud CFO-suna müsbət rekomendationlar verə bilər, hansı ki, müəssisənin daha yaxşı şəkildə işləməsinə apara bilər. Və eyni zamanda da eseylərin və presentation olmasının bir müsbət odur ki, biz tələbələrə davamlı şəkildə individual feedback veririk. Bu çox əhəmiyyətli bir şeydir ki, tələbə gəldi, eseyini yazdı, biz ona feedback veririk. O feedbackdə yazırıq ki, siz nəyə yaxşı eləmişsiniz, nəyə yaxşı eləməmişsiniz və tələbə artıq bilir ki, nəyə yaxşı eləməyib və onun üzərindən çalışır, artıq o öz bacarıqlarını inkişaf elətdirir. Zəif tərəflərini gücləndirir. Bəli, zəif tərəflərini gücləndirir. Onun üçün yaxşı tərəflər varsa o yerində qalır, daha da yaxşılaşır. Zəif tərəflər varsa biz onlara feedback veririk, müəllim fərdi qaydada və artıq növbəti fənlərdə eseylər olanda artıq tələbə daha yaxşı şəkildə, kritik şəkildə esey yazır. Biz bunlara çox fikir veririk. Ondan başqa yeniliklərimiz də biri odur ki, məsəl üçün biz revision lecture artıq fakültəmizdə hər bir fənlərdə istifadə edirik. Bu qərb universitetlərində də kütləvi şəkildə istifadə edilir. Məsəl üçün, deyək ki, 15 həftədir, ilk 14 həftədə tələbəyə hər dəfə yeni topik, yəni mövzu keçirildi. 15-ci həftə artıq müəllim yeni mövzu keçmir, gəlir, ilk keçdiyi 14 mövzunu hərəsi haqqında qısa məlumat verir və tələbələrə hint, yəni ipucu verir ki, belə deyək, doğru şəkildə, yəni bu mövzuda məsəl üçün hansı hissələrə daha çox fikir vermək lazımdır ki, imtahana hazırlaşmağa görə. Tələbələr isə bunları nəzərə alır və imtahana daha yaxşı şəkildə hazırlaşırlar. Keçmiş mövzuları təkrar edir. Bəli, keçmiş mövzuların təkrar edilməsi, yəni revision lecture, yəni mövzu hansı ki, tələbələrə imkan verir ki, imtahana daha yaxşı şəkildə hazırlaşsınlar. Və bəzi hallarda isə ola bilər ki, mövzunu müəllim keçəndə, hər hansı bir mövzu eyi keçəndə, orada bəzi tələbələr ola bilər, nəyəsə başa düşməyib, müəllim təzədən onu təkrar edəndə artıq o tələbə onu daha yaxşı başa düşmə ehtimalı artır və sonda isə imtahana daha yaxşı şəkildə hazırlaşa bilir. Xaricdən gələn müəllimlər varmı və yaxud da ki, gələcəkdə cəlb edilməsi planlaşdırılmı ki, onların da təcrübələrindən istifadə olunsun? Bəli, bildiyiniz kimi biz müasir tipli beynəlxalq rəqabətli fakültə yaratmaq istəyirik və buna görə də bizdə həqiqətən
istəyirik ki, tanınmış universitetlərdə oxuyan və yaxud orada işləyən professor müəllim heyətini də fakültəmizə daxil edək. Hal-hazırda fakültəmizdə bildirmək istəyirəm ki, xaricdə nüfuzlu ölkələrdə tədris almış müəllimlərimiz fəaliyyət göstərir və eyni zamanda da ölkəmizdə ki olan top məktəblər, universitetlərdə məzun olmuş müəllimlərimiz də var. Ancaq gələcəkdə biz bunlarla yanaşı istəyirik ki, xarici müəllimləri də fakültəmizə dəvət edək ki, onlar da bizə öz müsbət tövsiyələrini və öz kontribusionlarını etsinlər. Kamran müəllim, sizin üçün bir tələbənin imtahandakı balı daha çox önəmlidir, yoxsa onun maliyyə, iqtisadiyyata olan marağı? Bu həqiqətən, bu suala mənə çox tələbələr də verirlər ki, məsələn, bəzi hallarda belə deyək, məsələn, biz indi internshiplə bağlı bəzi beynəlxalq şirkətlərlə əlaqədəyik, onlar da məsələn bizə bildirirlər ki, məsələn, biz sizdən ortalama balı 80 olanı götürmək istəyirik, məsələn 85 olanı götürmək istəyirik. Biz artıq bunu tələbələrə deyəndə bəziləri tələbələr də həqiqətən bildirirlər ki, hə, bal əhəmiyyətlidir, amma bəzi hallarda isə bal hər şey demək deyil. Düzdür, mənə gəldikdə isə mən də bala fikir verirəm ki, hə, 80, 85, 90 bunlar həqiqətən bizə bir siqnal verir. Məsələn, mən yüksək ballı tələbəni görəndə fikirləşirəm ki, ən azından bu tələbə məsuliyyətlidir və oxuyanda müəyyən bilikləri var. Ancaq bu o demək deyil ki, onun başqa analitik qabiliyyətləri, critical thinkingləri də var. Ona görə də biz fikirləşirik ki, həm mənim üçün, həm tələbənin balı kifayət yüksək olmalıdır və eyni zamanda da o critical düşüncəyə və analitik qabiliyyətə və yüksək IQ-yə sahib olmalıdır. Amma bəzən, mən öz şəxsi düşüncəmi söyləyim, bəzən o yüksək bal toplayan tələbələrin praktikada zəif olduqları tərəflər də olur. Yəqin ki, bəli, çox düzgün hallarda da bu əsas bəzi tələbələr bilirsiniz ki, biraz əzbərləmə qabiliyyətləri yüksəkdir və ona görə də onların balları yuxarı olur. Amma əslində onlara biz real iqtisadi bir problem verəndə həll edə bilmirlər. Amma bəzi tələbələr var isə ballar daha aşağıdır. Ola bilər əzbərləmə qabiliyyətləri aşağıdır, ona görə bal aşağıdır. Ancaq onlar bir real biznes кейsi verəndə onlar daha yaxşı həll edirlər. Və bu problemi aradan qaldırmaq üçün ki, əzbərçilik ki, hansı ki, bəzi tələbələr əzbərləməyin xətirində daha yüksək bal ala bilərlər və bu isə yanlış informasiya bizə verə bilər. Biz ona görə bir qeyd etdim ki, mixed, yəni qarışıq qiymətləndirilmə biz həyata keçirsək, bununla qarşılana bilərik. Əgər imtahan 100% imtahan deyilsə də, hansı ki, orada əzbərləyə bilsə tələbə yaxşı bal ala bilər. Biz o dediyim kritikal yanaşma, prezentasiyalar və bunları biz orada daxil etsək, artıq biz burada tələbənin təkcə əzbərçi qabiliyyəti deyil, başqa analitik, kritik tərəflərində ölçə biləcəyik. Ona görə fikirləşirəm ki, bu çox əhəmiyyətlidir ki, biz tələbənin ümumi balını hesablayanda, əgər biz qarşıq metodla, qiymətlərin metodla istifadə ediriksə də, o balda daha tələbənin daha düzgün biliyini və analitik qabiliyyətlərini və digər bacarıqlarını göstərəcək. Kamran müəllim, baxın, tutaq ki, bir biznesmen gəlir, tələbələrlə həmsöhbət olur və deyir ki, hörmətli tələbələr, baxın, mən bu səhvləri etdim, amma belə deyək də, indi müflis olmuşam da, biznesmen deyiləm artıq. Ümumiyyətlə, o tələbələr bax, belə səhvlərin üzərində və o batmış biznes кейslər deyilər də, bax, onların üzərində real iqtisadi nəticələri öyrənə biləcəklərmi? Bu, həqiqətən çox maraqlı bir sualdır. Biz bu keysləri, məsələn, mən öz təcrübəmdə, İngiltərədə, öz fənlərimdə bunları mən tətbiq edirdim, hansı ki, tələbələr üçün çox maraqlı olur və həqiqətən, məsəl üçün, İngiltərədə mən öz fənlərimdə, məsələn, bizə Debenham beynəlxalq bir şirkət var idi. O 100 ildən çox yaşı var idi. Bu Covid dövründə onlar bankrakt oldular və mən bunu öz mühazirələrimdə istifadə edirdim ki, məsəl üçün tələbələrə sual verirdim ki, sizcə nəyə görə Debenham bankrakt oldu? Yəni onlar hansı strateji qərarlar səhv verdilər ki, axırda onlar bankrakt oldular. Məsələn, başqa bir misal isə, məsələn, Nokia bildiyimiz kimi kifayət qədər populyar smartfon şirkəti idi. Ancaq Nokia iPhone çıxandan sonra artıq onlar bazarda rəqabət qabiliyyətini itirdilər. Və tələbələrə mən sual verirəm ki, bir araşdırın, bir kritik fikirləşin, research edin, görək nəyə görə, məsələn, Nokia baxmayaraq ki, ilkin illərdə çox populyar idi və son illərdə isə artıq onlar bazarda müflis olmaq səviyyəsinə gəlib çatıblar. Çünki iPhone deyilən Apple deyilən bir brend emerge olub. Və yaxud onlara mən sual verirəm ki, hə, bu şirkət iflas olub filan səbəblərə nəyə görə və eyni zamanda ona bildirirəm ki, əgər siz o şirkətin CEO-su olsaydınız, yəni oranın idarə edici olsaydınız,
siz nəyə fərq edərdiniz ki, şirkət müflis olmayardı? Yəni həqiqətən bu müflis olan şirkətlərdən də tələbələrə xüsusi misallar göstərəndə artıq onların keçdiyimiz mövzuya da həvəsi 2 qat artır və daha diqqətlə qulaq asırlar. Biz də indi artıq biznes fakültəsində istəyirik ki, artıq başlamışıq. Bəzi müəllimlərimiz bunlarla bağlı çoxlu misallar göstərirlər və tələbələrə tapşırıqlar da verirlər ki, bunlar haqqında müstəqil şəkildə tədqiqat aparın və bizə geri dönüş edin ki, məsəl üçün niyə bu şirkət müflis olub. Fikirləşirəm ki, bunlar çox əhəmiyyətlidir və bunları növbəti semestrdən daha geniş miqyasda bunları istifadə edirik ki, tələbələrimiz bilsinlər ki, biz onlara hər hansı bir mövzu nəyə görə keçirik. Biz çalışırıq ki, hər hansı bir mövzunu dərsin əvvəlində, məsələn, deyirik ki, bugün gəldik, keçirik maliyyə hesabatlarının təhlili. Biz tələbələrə bildirməliyik ki, nəyə görə bu mövzu keçirik, bu nəyə görə real biznesdə, real iqtisadiyyatda bu nəyə görə əhəmiyyətlidir. Biz bunu tələbəyə bildirməliyik ki, tələbənin marağı olsun ki, nəyə görə bu mövzunu oxuyur. Ona görə fikirləşirəm ki, bunlar çox əhəmiyyətlidir ki, biz tələbələrin motivasiyasını artırmalıyıq ki, bunlar yəni vaxtlarını burada bu mövzu onlar üçün əhəmiyyətlidir, onun əhəmiyyətini bilməlidirlər və onu real biznes və iqtisadiyyata bağlayırıq ki, dərsin əvvəlində ki, tələbə dərsə növbəti 50 dəqiqə, 80 dəqiqə ərzində daha diqqətlə qulaq assınlar və öz qeydlərini götürsünlər, yeri gələndə də müəllimlərimizə suallarını versinlər. Çox gözəl və belə deyim, Qarabağ Universiteti tələbələrinə şəxsi mesajınız nə olardı? Tələbələrdən xahiş edirəm ki, nəyisə bilmədikdə dərhal müəllimlərdən soruşsunlar, müəllimlərə suallar versinlər, hər şeyə deskriptiv yox, daha çox kritik yanaşsınlar ki, onların kritik istəyirəm ki, qabiliyyətləri və analitik qabiliyyətləri artsınlar, diskussiya etsinlər və fikirləşirəm ki, və eyni zamanda da nəyisə bilmədikdə bizdə müəllimlərimizin akademik məsləhət saatları var. Yeni binamızda isə fikirləşirəm ki, bu daha yaxşı işləyəcək, çünki bizdə burada hər bir müəllimimizə bir ofis düşür və artıq onlar nəyisə bilmədikdə, məsələ deyək ki, mühazirədə, lekçada, seminarda, onlar fərdi qaydada müəllimin ofisinə gedib o sualları istəyirik ki, biz versinlər ki, onlar vaxtında onu öyrənə bilsinlər ki, və daha yaxşı bilgi əldə etsinlər. İkinci mesajım da ondan ibarətdir ki, istəyirik ki, məsələn, mən İngiltərədə öz təcrübəmdən görmüşəm ki, bəziləri tələbələr deyək ki, 10 həftədə oxumurlar, imtahandan 2 həftə başlayır oxumağa. Bu da mənə görə əsas qiymət xəttində oxuyurlar. Mən amma tələbələrimə yenə də bildirmək istəyirəm ki, öz fakültəmizdə oxuyan tələbələrimizə əsasda ki, ilk gündən başlamaq lazımdır ki, hər həftə ki, oxumaq lazımdır. Nəyəsə bilməyəndə dərhal müəllimlərə keçmək lazımdır ki, hər həftə şəklində onlar dərslər oxusunlar. Semestrin axırında onlar həqiqi bilgi əldə edəcəklər və müasir tələblərə cavab verəcəklər. Kamran müəllim, mən sizə çox təşəkkür edirəm ki, təklifimizi qəbul etdiniz, özəl müsahibənin qonağı oldunuz. Çox sağ olun, mən də sizə təşəkkür edirəm, çox sağ olun. Bizim üçün həqiqətən çox xoşdur, xüsusilə də xaricdə oxuyan, çalışan və vətənə qayıdan, belə deyək də, insanlarımızın, vətəndaşlarımızın o təcrübələrini bölüşmək, təcrübələrini öyrənmək bizə çox xoş olur. Çox sağ olun, siz də o nümunələrdən birisiniz. Çox sağ olun, dəvətinizə görə birdən minnətdarım. Sağ olun. Təşəkkür edirəm. Dəyərli izləyicilərimiz, bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibə elə özəl bir yerdən, Xankəndindən yayımlandı və biz bugün Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni açılmış binası haqqında danışdıq. Ümumiyyətlə, universitetin gələcək hədəflərini müzakirə etdik və özəl müsahibənin özəl qonağı isə Biznes və İqtisadiyyat Fakültəsinin dekanı Kamran Məlikov idi. Bununla da verilişimiz sona çatdı. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Sağ olun.